Bu dərsdə sizinlə null, order by və distinctdən danışacağam. İlk öncə danışaq nulldan. Bizim datasetdən gəlin yenidən hər bir məlumatı çıxaraq burdan. Baxaq görək nələr var. Deməli, bu dəfə müdir sizdən nə istəyib? Bizdə baxaq null dəyərimiz burada var gördüyünüz kimi. Bu dəfə müdir sizdən istəyib ki, get mənə commission PCT-si null olanları get çıxart. Mən bu zaman nə edirəm? Select first name tutaq ki, bu dəfə adlar olsun təkcə və commission PCT-nin özü. PCT-nin özü. Deməli, və burada from HR.employees table-ını yazıram. Və bu dəfə şərt qoymalıyım təbii ki. Where commission PCT müdir bizə nə istəyib? Null olanları, düzdür? Is null yazıram. Bu formada sorğumu run eləyəcəm. Baxın, həm ad çıxdı, həm də commission PCT-si olmayanların siyahısı çıxdı. İndi gəlin, mənə lazımdır null olmayanlar. Görək kimdə null deyil. Baxaq. Bəli, görürsünüz ki, burada bu qədər işçi, 35 dənə deyək ki, işçi, hər biri komissiyası var və ölçüləri də bu formada qeyd olunub. Yəni, is not nullu və nullu bu formada istifadə edə bilərsiniz. Yenə də not bizdə istifadə olunur. Sonra biz danışa bilərik, order by-dan gəlin danışaq. Order by nə üçün istifadə olunur? Adından məlum olduğu kimi order by nə isə sıralamaq üçün istifadə olunur. Select, tutaq ki, deyək ki, bizdən first name, last name formada deyək, from HR employees, düzdür? Bu formada sorğumuzu run eləyəcəm. Görək bizə nəyə çıxardır? Baxın, görürsünüz, Ellen, Sundar, Moze, nə bilim, bu adları çıxartdı. Biz bu dəfə istəyirik ki, müdir bizdən istəyib ki, get bunları first name, ada görə əlifba sırası ilə çıxart gətir. Onda biz nə edirik bu zaman? Yazırıq order by first name, ada görə sırala. Biz bu formada run eləyəndə, eləyək, baxaq görək nə çıxır bizə. Görürsünüz, əlifba sırasından çıxartdı. Biz burada hər hansısa bir demədik ki, yuxarıdan aşağıya sırala, aşağıdan yuxarıya sırala. Hər hansısa bir şərt qoymadıq ki, düzdür? Sadəcə first name yazdıq. Bu o deməkdir ki, first name, yəni order by adi formada olanda ascending formada götürür. Yəni artan sıra ilə götürür. Amma biz burada descending formada, yəni azalan sıra ilə yazsaq, görün bu zaman nə verəcək bizə? W ilə başlayanlar, yəni əlifbanın sonundan əvvəlinə doğru gedəcək. Bu formada biz yaza bilərik. İndi gəlin bir dənə də bir şeyə baxaq. Biz burada yazdıq first name, düzdür? İndi gəlin yazaq last name. Bunu yazmamışdan öncə gəlin bir dənə first name-i adi bu formada run eləyək, görək nəyi verir bizə. Görürsünüz də bu formada bizə yazdı. Düzdür? İndi gəlin burada yazaq, last name. Okey. Gəlin bunu bu səfər run eləyək, görək bizə nəyi verəcək. Bu formada da run eləyəndə yenə də gəlir mənə verir. Amma fərq bilirsiz nədən ibarətdir? Fərq ondan ibarətdir ki, məndə ilk növbədə birinci növbədə adı sıralayır, sonrasında gəlir last name-i sıralayır. Yəni, mən burada last name-i yazmasam, sadəcə adı sıralayacaq. Amma burada last name-i yazdığıma görə last name-in özünü də sıralayır. Bu formada yəqin ki, aydın oldu sizə. İndi gəlin baxaq, rəqəmlərlə sıralamaya baxaq bu dəfədə. Select ulduz from HR employees, yenə də mənim məşhur sorğum. Gəlin baxaq, bu formada nə edə bilərik? İndi mənə tutaq ki, müdir deyir ki, get mənə departamentə görə sırala və yaxud da maaşa görə sırala. Gəlin maaşa görə sıralayaq. Görək, bizdə birinci azalan işçi kimdir tutaq ki? Select first name,
last name. Tutaq ki, bu dəfə yazaq salary. Düzdür? Yazdıq salary. Gəlin departmenti də yazaq. Mən departmentində olmağını istəyirəm. Department ID. From HR employees. Neyinirik? Order by yazırıq. Nəyə görə sıralayırdıq? Salaryyə görə sıralayırdıq. Və burada heç nə yazmıram. Elə olduğu kimi yazıram. Çünki adi formada zaten ascending formada götürür. Gördünüz 2100. İndi gəlirik ən aşağı 24000. Deməli bu neyinir? Artan sırayla yazır hamısını. İndi mən burada descending yazsam, gələcək burada ən yüksək maaşdan, Stephen King'dən başlayacaq, aşağıya doğru sıralayacaq. Və biz gördük ki, deməli, rəqəmlərə görə sıralama necə olur? İndi bu səfər mən istəyirəm ki, departamentə görə də sıralasın. Görək neyniyəcək? Gəlin baxaq. Baxdıq. 2100, yenə də eyni formada sıralayır. Görüm fərqli bir rəqəm varmı? Bir dəqiqə. Okey, əla. Mən əsas bunu vurğulamaq istəyirdim. Baxın, biz salary və department ID-yə görə sıraladıq, düzdür? Birinci növbədə salary-yə görə sıraladı. Baxırıq ki, Alexanderla Jean ikisi də 3100 manat maaş alır. Amma hansını birinci qoysun? Alexander mı qoysun, Jean mi qoysun? Bu zaman nə edir? Department ID-yə baxır. Department ID hansında balacadır? 30-da. Bu zaman nə edir? 30-dan başlayır və ikinci növbədə də 50-ni yazır. Yəni bu formada gedir ikinci növbədə sıralama. İndi gəlin distinct-ə baxaq. Distinct nədir ümumiyyətlə? Tutaq ki, sizdən first name from HR employees. Gəlin belə eləyək. Tutaq ki, sizdən ümumi adlar istənibdir. Düzdür, istənibdir ki, nə qədər ad var. Mən burada görürəm ki, ən aşağıya düşə bildim. Çünki data bu qədər çox deyil də. 107 dənə ad var da, düzdür burada. Mən bu 107 sayısını necə ala bilərəm? Bu zaman count-dan istifadə edəcəm. Deməli, count-dan istifadə elədim və mən burada yazdım. Count neyinir? Sayır. Yəni get first name-də count elə, say gör neçə dənə məndə ad var, düzdür? Və gətirdi mənə 107-ni verdi. Amma mən bilmirəm ki, tutaq ki də bəlkə eyni adda 2 dənə tutaq ki Aysun var bu şirkətdə, düzdür? Bu zaman neynirəm? Bu zaman ilk növbədə gəlin distinct-in özünə baxaq. Distinct. Gəlin baxaq distinct neynir? Distinct neynir? Distinct oxşar adları çıxarır, bir ad kimi yazır. Məsələn, Aysundan 2 dənədirsə, bir dənəsini yazır. Və yaxud digər adlardan da həmçinin. Gördünüz? 92 dənə verdi sizə. Deməli bizim 107 dənə adımızdan təkrar adlar var. Mən bunu necə tapa bilərəm? Distinct. İndi yazıram count. Bu hissəyə. Bu formada run eləyəcəm. Mən gedib aşağı düşməm. Bu formada mən bilmək istəyirəm ki, məndə neçə dənə fərqli ad var. Gördünüz? 92 dənə sizdə fərqli ad var. Yəni distinct-lə count-u bu formada istifadə eləyə bilərsiniz. Tutaq ki, nə zaman istifadə olunur? Tutaq ki, bilmək istəyirsiniz ki, sizdə həqiqətən distinct value var, yoxsa yoxdur. Bu formada count-dan istifadə eləyə bilərsiniz. Növbəti tapşırıqlarda da count-un, distinct-in necə istifadə olunduğuna baxarıq. Hələlik bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.